Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Uca Allah Teala elimizi artırsın. Uca Allah Teala imanımızı artırsın. Uca Allah Teala bizleri elm öğrenmeyi müvaffak eylesin. Allah Teala bizleri elm meclisinin sonunda günahların bağışladığı kulların sıralarına daxil eləsin. Çünki elm məclisinin sonunda Allah Teala kulların bağışlayar və elm məclisində əlbəttə ki, mələklər həmən insanlar üçün dua edərlər və canlıya qatılan da elm məclisində iştirak etmiş kimi nədir? Savab qazanır. Baxın, gözəl bir fayda deyir ki, sən mənə öyrətdin ey Rəbbim. Yəni, məxluqatı necə yarattın? La ilahe illallah. Sən mənə öyrətdin ey Allah. Mən heç xatırlanan bir şey değildim. Sən məni yoxdan var etdin ki, sənə ibadət edim. Səni tək ilah bilim. Həyatımı sənin razı qalacağın şəkildə yaşamağı, əməllərimin isə hər iki dünyada mənə fayda verməsini istədim. Sən məni bunun üçün yarattın. Sən məni nemətlərlə deyib böyütdün. Bütün fəzilət, nemət, hamısı yalnız səndəndir de ey Rəbbim. Baxın, Allah Teala nə gözəl. İnsan özünü tanıyır insan. İnsan bir özünü tanısın. Neydi? Nədən yaranıb? Sən məni öyrətdin Quranda ki, insan əvvəl heç nə idi. Sonra sən onu yarattın. Uca Allah Teala Zəkəriyyə peyğəmbərə belə buyurmuşdu. Səni bundan əvvəl yarattım, halbuki sən heç nə deyildin. Məryəm surəsi 9-cu ayə. Və Allah Teala buyurur. İnsanın üzərindən elə bir zaman keçmədimi ki, o xatırlanan bir şey olsun. La ilahe illallah. Vaxt var idi, yox idin sən ey insan. İndi gəlmirsən, Rabbul aləmini uca Allah inkar edirsən. Allah Teala deyir, Allah insana əvvəl heç nə olmadığını xatırladır ki, insan öz zəifliyini və ehtiyacını anlasın. Həl ətə aləl insani hinun minəd dəhri ləm yekun şeyən məzkura. İnsan surəsi 1-ci ayə. İnsan üzərindən elə bir zaman keçmişdi ki, xatırlanan bir şey değildi. La ilahe illallah. Yəni, əvvəl insan heç nə idi. Sonra Allah onu qarışıq bir nüftədən yarattı. Adəm torpaqdan, ondan sonra insanları bir-birindən qarışıq bir nüftədən yarattı. Baxın, deyək, İmran ibn Hüseyin rivayət edir ki, Yəmən əhlindən bir qrup insan Peyğəmbərin yanına gəldi. Dedilər, ey Allah Rasulü, biz din haqqında anlayış qazanmaq, bu işin başlanğıcı barədə soruşmaq üçün gəldik. Peyğəmbərimiz buyurdu. Allah var idi və ondan əvvəl heç də yox idi. Onun ərşi su üzərində idi. Sonra göyləri və yeri yarattı və hər şeyi lövh-i məhfuzda deyir, yazdı deyir. Allah var idi və ondan başqa heç də yox idi. Onunla birlikdə heç də yox idi. Subhanallah. Ona görə Peyğəmbərimiz nə buyurur dua edərkən? Sən əvvəlsən, səndən əvvəl heç nə yoxdur. Sualları saxlayın da. Görürsünüz, mən danışıram və siz soruşursunuz. Heç bir şübhə yoxdur ki, var olmaq böyük bir nemətdir. Və şübhə yoxdur ki, var olmaq yoxluqdan daha üstündür. Çünki varlıq yoxluqdan daha xeyirlidir. Əslində yoxluq heç bir şey deyil. Sən isə zaman var ki, yox idin ey insan. Allah səni yaratmamışdan əvvəl. İndi Allaha qarşı gəlirsən. Baxın, Allah Teala iki böyük neməti zikr edir. İki böyük nemət. Birinci, insanın yoxluqdan sonra yaradılmasıdır. Halbuki əvvəl heç xatırlanan bir şey değildi. Bu, bəndənin heç bir, bu işlərdə insanın deyil, heç bir zəhməti olmadan verilmiş böyük bir nemətdir. İkinci, doğru yolu göstərmək yaratdığından sonra haqqı açıqlamaq və insanı doğru yola yönətmək. Bu da peyğəmbərlərin göndərilməsi və kitabların nazil edilməsi ilə olan böyük bir nemətdir və bunda da bəndənin heç bir gücü, qüdrəti yoxdur. Sadəcə Allahın rəhmətidir. Ona görə deyir alimlər, İki elə nemətlər var ki, bəndənin bunda heç bir payı, yəni heç bir gücü, bacarığı yoxdur. Birincisi, yoxluqdan sonra var olması. İkincisi,
iman nemeti. Yoxluqdan var edilmək iki şeydir. Birincisi bu Allah'ın lütfüdür. Allah Teala buyuruyor Kur'an-ı Kerim'de Lillahi mulku semavati vel ard yahluku ma yasha ilah yehabu limen yasha inathan ve yehabu limen yasha az-zukura ev yuzevvicuhum zukranan ve inathan ve yec'alu men yasha aqima innehu alimun qadirun. Şura suresi 49-50. ayet. Göylerin ve yerin hükmü Allah'a məxsusdur. O istediğini yaradar. İstediğine kız evladı verir. İstediğine oğlan evladı. Ya da onları hem oğlan hem de kız sahibidir. İstediğinse sonsuz edir. Həqiqətən o bilendir ve her şeye qadirdir. Yani kimi Allah Teala birden evlad vermeyipse deməli yalnız səbr etmələr. İkinci iman nemetidir. Necə ki Allah Teala buyurur. Peygamber için buyurur. Bakın. İnneke la tehdi men ehbebte velakinnallah yehdi men yeşâ ve huve a'lemu bil muhtedin. Qəsəs suresi 56. ayet. Sen sevdiğini doğru yola yöneldebilmezsen diye ey Məhəmməd. Hidayet Allah'ın elindedir. Peygamberin vəzifəsi neydi? İnsanlara hakkı çattıran. Lakin Allah istediğini doğru yola yönelder. O doğru yolda olanların en yaxşı bilendir. Qəsəs suresi 56. ayet. Ona göre nedir? Peygamberimiz buyurur. Her doğulan uşaq fitret üzerinde doğular. Valideynləri onun ya Yahudi, ya Hristiyan, ya da Məcusi eder. Bazen bir uşağın Müslüman valideynlər arasında doğulur. Yani Müslümandır valideynləri. Hansı ki bu Allah'ın en büyük nimetidir. Subhanallah. La ilahe illallah. Üçüncü nedir nimet? Cennete daxil olmaq nimeti. Sizden heç kəs öz əməliyle cennete daxil olmaz. Dediler ya Resulallah sen de mi? Dedi mən də. Ancaq Allahın rəhməti ilə. Əməllər nədir? Səbəbdir. Amma Allahın rəhməti olmasa girə də bilmərik cennete. Ona göre de sadece bu var edilmək değil. Əksinə çoxlu nimətlərlə birlikte var edilməkdir insan. Allah insanı eşidən, görən, düşünən bir varlıq etdi. Bu en büyük nimettir. Daha sonra onu mümin ve şükreden ederse bu ise nimetlerin en büyüğüdür. Eğer sen Rabbini tanıyırsan, şükredensen, ibadet edensen. Bazen şeytan insanlara vesvese verir. İnsan varlığının sebebini soruşmaya başlayır. Hiç yaradılmamış olmağı arzulayır. Deyir mən niye yaradıldım? Halbuki bu azgın bir düşüncedir. Veya deyir ki məni niye Allah yarattı ki məndən soruşmadan? Estağfurullah. Cevap ona budur. Ələ ləhul xalqu vəl əmr. Əraf suresi 54. ayet. Yaratmaq da, hüküm vermək də yalnız Allah'a məxsusdur. İnsan bazen böyle sual verir. Unudur ki yaradan Allah'tır. O istediğin yaradır. Qəsəs 68. O istediğin fəalun limə yurid. İstediğin edendir. Buruc suresi 16. Allah senden mi soruşacak? İnsan hem unudur, ne kadar düşünceci açsa yine de bir bendedir. Düşün ki sen kulsan. O yaratılışın bütün sirlerini ehate edebilmez. Her şeyi bilmesi mümkün değil insanın. Ona göre de bu suala tam cevap vermek de onun gücünde değil. Müslüman anlayır ki ama Müslüman. Onun Allah'la münasebeti kuldur. Kul müne. Sen Allah'ın kulusan. Yani o bir bendedir. Sen bendesen. Bu münasebette sevgi, korku, ümit, itaat, teslimiyet var. Çünkü insan zayıf ve mühtacdır. Allah ise her şeyin sahibidir. La ilahe illallah. Görürsünüz mən danışıram da necə cavab yazım mən sənə. Axı mən burada dərsdən danışıram. Yəni mən dərsi bölüm sənə cavab verim. Bu boyda insanın haqqına girək. Dedim axı suallar dərsdən sonra. İnsan bunu dərk edəni anlayır ki belə suallar bəndəlik məqamına uyğun deyil. Allah məni niyə yarattı? Bəzən insan saf mənbəyə, Qurana baxdıqda görür ki ondan əvvəl azğın olan insanlar da belə düşünmüşdülər. Onlar həddi aşmış və qulluqdan çıxmağa çalışmışdı. Amma bilmirsən ki sən Allahın qulusan. Onlardan birisi kim idi? Firon. Dedi ki ənə rabbukumul ə'lə. Nəziət surəsi 24. ayet. Mən sizin uca Rəbbinizəm. Bizim dövrümüzdə də bu cür düşüncələr təəssüf ki yaranıb. Hətta bunu deyənlərin çoxu bu sözün nə qədər təhlükəli olduğunu dərk etmirlər.
Bəziləri ciddi şəkildə soruşur. Allah məni niyə yaradıb? Niyə seçim verməyib? Ya yaratsın, ya yaratmasın. Estağfurullah. Bu sual öz-özündə özünü güya qulluqdan çıxarmağa çalışır. Sən Allahın qulusan. Çünki Allahın işi və seçimi heç kəsdən asılı deyil. Onun etməsi isə heç kimin istəyinə bağlı deyil. Əgər belə olsaydı, o ilah olmazdı. Səndən mi soruşacaq? Bu sual verən insan sanki deyir ki, mən yaradılmamışdan əvvəl də var idim və seçim haqqım olmalıydı. Hansı ki, sən Allah Teala yoxdan yaradım. Necə sənin seçinim haqqın var? Halbuki heç yox idin sən. Heç bir iradən də yox idi. Sonradan Allah səni yarattı, sənə iradə verdi. Subhanallah. Bir düşün, insan həyatından deyil. Misal, Allah hər şeydən ucadır. Misal, o mənadakən bir insan başa düşmək üçün bir maşın düzəldən, o maşın öz ustasına deyə bilir, niyə məni düzəltdin, niyə məni düzəltmədin? Bu sadəcə bir istehsal və əvvəl mövcud olmayan maddələrdən hazırlanır. Bunu insan edir. Bəs hər şeyin xaliqi olan Allah haqqında necə belə bir sual verilə bilər? Heç bir şey yox ikən insanı və aləmi kim yarattı? Uca Allah Teala. Bəlkə də sən öz daxilində olanlar, yəni insan özündə düşünsə, yaradılışı onun qüdrətinə dəalət edən nişanələrdir. Bir bax, biləsən, görəsən, necə heyrətamiz insan özünü düşünsün. Yaradılışı haqqında bir təfəkkür eylə. Zəif idin, Allah səni yarattı. Allah Teala sənə, yəni, düşün Allah Teala deyir, sənə bir əl verdi, ayaq verdi, göz verdi. Bunları yaradan kim? Uca Allah. Sən Ruşeyim ana bətində qorudun, sən heç nə idin. Ananın qarnındaydın sən. Və həmçinin deyir, Allah Teala'nın yaratdıqlarına bax. La ilahe illallah. Yoxluqdan var edilmək böyük bir məqsəd üçündür. Bu məqsəd ən uca, ən şərəfli məqsəddir. O da uca Allah Teala'ya ibadət. Bu məqsəd yalnız var olmaqla mümkündür. Elə isə necə şübhə edirsən ki, yoxluqdan var edilmək bir nemət midir? Əlbət nemətdir. Sən yox idin. Səni yoxdan var edən Allahdır. Sənə can verən, səni böyüdən, sənə ruzu verən odur. Sən ac qalanda səni doyuran, xəstə olanda şəfa verən, darıxanda qəlbinə rahatlıq verən yalnız Allahdır. Bəs necə olur bilir ki, belə bir Rəbb, Həyyül Qayyum ola, sən özün kimi gedib aciz birindən, qəbirdən, daşdan, ağacdan kömək istəyirsən. Qəbirdə yatan, bir zamanlar yaşayan, amma indi özünə belə fayda verə bilməyən bir insandır o da, salih insandır. Allah salihlərdən razı olsun, amma Allah deyil. O necə sənə yardım edə bilər? Qəbir, daş, dünyada köçən insan sən necə eşidə bilər? Unutma, onlar da sənin kimi dünyaya gəldilər və sonra öldülər. Onlar da yoxdan var edən Allahdır. Onlara verilən hər şeyi verən də Allahdır. Deməli, istənilən hər şeyin sahibi uca Allahdır, başqası deyil. İstəmə ibadətdir. İbadət isə yalnız ucalar ucası Allaha edilir. Ona görə qəlbini yalnız Allaha bağla, ondan istə, ona sığın. Çünki nemət verən də odur, alan da odur. Yetərli olan da yalnız uca Allahdır. Allahdan başqasına yönəlirsə sonunda məyus olar. Amma Allaha yönələn qəlb heç vaxt tək qalmaz. Həmçinin baxın, insan bunu bir düşünsün. Desən mən öyrətdin, ey Rəbbim, başlanğıcdan bəri qayğının necə olduğunu. Sən mənə öyrətdin, ey Allah, mənim həyatım bütün mərhələlərində mənə tam bir qayğı göstərildi. Mən yaranışın müxtəlif mərhələlərində idim. Bəs hansı qayğıdan danışım? Hansı qayğıya görə deyir, sənə deyir, şükr edim deyir, ey Rəbbimiz. Əlhəmdülillah, Allah rəhbərimiz İlham Əliyevi qorusun. Yan erməni pərəst. Geçsəm Paşinyan yan. Bəs mən hansı qayğıdan danışım? Mən deyir, bir ana bətnində bir su idim, nüftə idim. Sonra deyir, laxta oldum. Sonra bir ət parçası oldum. Sonra o ət parçası sümük. Sümükdən sonra insan formalaşdı. Hansı mərhələni desəm, görürəm ki, ey Rəbbim deyir, sənin qayğının haqqını deyir, ödəyə bilmərəm.
O qayğı ki, məni hər tərəfdən əhatə edir. Allah deyir, mənə Quranda böyük bir mərhələləri göstərdi. Elə mərhələlər ki, mən onların şükrünü də ödəməkdə həmişədir acizəm. Aciz qalaram. İnsan öz nəfsinə düşünsün. Və fi enfusikum əfələ tubsirun. Öz nəfsinizə baxın deyir, görmürsünüz nə qədər Allahın qüdrətinə dəalət edən nişanələr vardır, ayələr vardır. La ilahe illallah. Əgər bu geniş kainatda olan hər bir insan biraz düşünsə, öz bədəninin necə qurulduğuna və üzvləri arasındakı uyğunluğa baxsa, görər ki, Allah hər bir üzvü məhz olması lazım olan yerə yerləşdirməyi seçdi. Ona uyğun olan yerdə yerləşdirdi ki, öz vəzifəsini insan düzgün yerinə yetirə bilsin. Mömin insan bunu düşündükdə və dərk etdikdə uca Allahın bu ayəsini hiss edir. Və fi enfusikum əfələ tubsirun. Zariyat surəsi 21-ci ayə. Özünüzdə, bədəninizdə nə qədər əlamətlər vardır Allahın qüdrətinə, ucalığına, məyər görmürsünüz? Öz nəfsinə bax ey aciz insan. Qaldı ki, kainatı yaradan, 7 səma yaradan, hər səma arası 500 illik məsafə, sonuna gedə bilmirlər birinci səmanı. Bunları yaradan Allahı sən soru-sual edəcəksən. Sən öz nəfsinə bax hələ. Bunu anlayan müminin imanı daha da artır. Çünki o bu möhtəşəm quruluşda yaradan Rəbbinə iman gətirir. Bu bənzərsiz yaradılış və gözəl quruluş Allahın böyüklüyünü və hər şeyə qadir olduğunu açıq şəkildə göstərir. Bu böyük ayələr müminin qəlbini bürüyür. Qəlbində yəqinlik nuru parlayır. Onu şübhə və tərəddüddən qurtarır. Beləcə qəlbindən cahilliyin qaranlığı və azğınlığın izləri silinir. Ona görə də tevhid, Allahın təkliyinin dəlilləri insanın özündə açıq-aşkar deyir, görsənir deyir. Bunlar Rəbbinin böyüklüyünə şahid edir və onun yaradanın qüdrətinə, yəni yaradanın qüdrətini görürsən. Bu insan bir damla sudan yaradılıb. Sonra bir mərhələdən digər mərhələyə keçərək dəyişib və nəhayət bu hala gəlib. Sonra Allah onu sümük halına gətirdi. Sonra o sümükləri ətlə örtdü. Ona sinirlər, damarlar, bağlarla birləşdirdi. Üzvləri yaratdı. Onlar elə bir nizamla yerləşdirdi ki, bu möhtəşəm uyğunluğu insan ağlı tam dərk edib edə bilməz. Onun sirlərini tam anlaya bilməz. Quran-ı Kərim bu yaradılış mərhələni açıq şəkildə izah edir və yaradanın qüdrətini göstərir. Ona görə də Quran-ı Kərim Allahın kəlamıdır. O kəslər ki, inanmırlar. Peyğəmbər yazıb. Peyğəmbər hardan bilə bilərdi o əsrdə insan hansı mərhələlərdən keçib? Cihaz mı var idi baxsınlar indik kimi? La ilahe illallah. Baxın nə deyir Quran-ı Kərimdə? Ona görə bu ateistlərə ən gözəl cavab. Biz yaradılışına bax. Öz başına oldu. Bu qədər uyğunluq insan bədənində. وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ فَتَبَارَكَ اللّٰهُ أَحْسَنُ الْخَالِقِينَ. Müminin surəsi. Baxın, 12-14-cü ayələr. Həqiqətən biz insanı palçıqdan yaratdıq. Sonra ona möhkəm bir yerdə, ana bətində bir nüftə etdik. Sonra o nüftəni laxtaya çevirdik. Baxın. Sonra o laxtanı bir parça ət etdik. Sonra onu əti sümüklərə çevirdik. Sonra sümükləri ətlə örtdük. Sonra onu başqa bir yaradılışa yaratdıq. Allah nə uca, nə gözəl yaradandır. Subhanallah. La ilahe illallah. Bu ən böyük dəlil deyilmi uca Allahın varlığına? Ey ateist, bir öz bədənin haqqında bir oxu, bədənin haqqında bir anlayış, bax bir. Deməli, Quran hər bir yaraş mərhələsi ayrıca qeyd edir. Və bu mərhələlərin necə ardıcıl şəkildə baş verdiyini dəqiq şəkildə göstərir. Hər bir mərhələdə digərindən thummə, sonra sözü ilə ayırır. Bu da həmin mərhələlərin zaman baxımından ardıcıl olduğunu göstərir. Bu mərhələlərin əvvəlində nüftə, bir damla su ana bətnində yerləşir. Bu Allahın onu qoruduğu və saxladığı bir yerdir. Başqa yerdə deyil qalmır.
Bu barədə Uca Allah buyurur: "Thumma ja'alnahu nutfatan fi qararin makin." Müminin 13. Bu yer dölün yaradıldığı və doğulana qədər yaşadığı yerdir, ana bətni. İndi cavab verə bilmirəm də. Görürsünüz danışıram dərsdən, sən mümkünsə mənə cavab ver. Necə cavab verim? Dərsi bölüm. Dərsdən sonra. Sonra yaradılış mərhələsi başlayır. Bu mərhələdə döl bir-birinin ardınca dəyişir. Əvvəl ələqa, laxta. Sonra mudğa, bir ət parçası. Thumma izam, sümük. Daha sonra isə sümüyü də neynir Allah-u Teala? Ətlə örtür. La ilahe illallah. Bu mərhələdə əzələlər sümüklərin ətrafında yayılır və onları örtür, sanki bir paltar kimi əhatə edir. Bundan sonra insanın zahiri görünüşü tədricən formalaşır və kamilləşməyə doğru gedir. Bu hamısı öz başına olur. Ey ateist, Allah'ı inkar edən. Bu qədər belə nizamla, intizamla, uyğunluqla niyə öz-özünə yararsa bu uyğunluq dəyişsin də? Sümüklərin ətlə örtülməsi mərhələsinin Quranda qeyd edildiyi kimi, baxın, bu sahədə i'cəz, yəni bu möcüzə deyirlər, araşdırırlar, alimlər izah edirlər. Onlar bildirlər ki, bədənin hissələri bir-biri ilə əlaqələnir, daha uyğun və nizamlı hala gəlir. Əzəllərin formalaşması tamamlandıqdan sonra cənin, döldü, hərəkət etməyə başlayır. La ilahe illallah. Sonra onu başqa bir yaradılışla yaratdıq deyir. Mərhələsi altı Quran-Kərim buyurur. Bu mərhələ təxminən 9-cu həftədən başlayır. Bu zaman baş, bədən, ətraflar müəyyən ölçü alır. Tarazlıq yaranır və cənin yaranır. La ilahe illallah. 12-ci həftədə isə skelet daha da inkişaf edir. Dəridə tüklər görünür. Dölün ölçüsü artır və orqanlar öz funksiyalarını yerinə yetirməyə hazır hala gəlir. Bu mərhələdə ruhun üfürülməsi də baş verir. Bu da şəriətdə bildirildiyi kimi, ona görə Quran, sünnə mətnlərində bu mərhələ açıqlanmışdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə özündən deyə bilərdi, əgər Peyğəmbərimizin dediyi vəhiy deyilsə? Baxın, nə deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sizdən hər birinizin yaradılışı anasının bətində 40 gün ərzində toplanır. Sonra bu qədər müddətdə laxta olur. Yəni 40 gündə nədir? Sonra laxta olur. Sonra eyni müddətdə 40 gün parça ət olur. Sonra sümük və s. Sonra Allah Teala mələk göndərir. Ona ruh üfürülür. Ona 4 şey yazılır. Ruzisi, əcəli, əməli və xoşbəxt və bədbəxt olacağı. Bu dəyişən qədərə aiddir. Dua edərsən dəyişər. Yəni insan yaradılış formalı tamamlandıqdan və həyat üçün hazır olduqdan sonra 6-cı aydan etibarən ana bətnində inkişaf mərhələsinə daxil olur. Bu müddətdə ana bətnində qorunur. Ona qida verilir. İnkişafı üçün uyğun mühit təmin edilir. Bunlar hamısı öz başına olur. La ilahe illallah. Bu mərhələdə doğuşa qədər davam edir. Doğuş mərhələsi isə təxminən 9 aya tamam olduqdan sonra başlayır və uşağın dünyaya gəlməsi ilə başa çatır. Bu mərhələ dölün, cənin dillər, yəni ana bətindən çıxaraq xarici həyata keçiş etdiyi mərhələdir. Və altı buyurur: "Thumma səbilə yəssəra." Sonra deyir, ona nə elədim deyir? Rahatlaşdırdım deyir. La ilahe illallah. Yəni cəninin çıxış yolunu asanlaşdırdı ki, dünyaya gələ bilsin. Baxın, həkimlər bilirlər ki, doğuş başlayanda plasenta və yumurtalıqlar relaksin hormonu ifraz edir. Bu hormon çanaq sümüklərini, bağlarını başladır və uşaq boynunu yumşaldır. Uşaqlıq boynunu yumşaldır deyir. Bunlar hamısı öz başına olur. La ilahe illallah. Eyni zamanda uşaqlığın yuxarı hissəsində yığılmalar başlayır. Bu yığılmalar aktiv əzələ toxunmasından ibarətdir və dölü aşağıya doğru itələmək üçün lazım olan güclə təmin edir. Subhanallah. Ona görə altı buyuruyor, öz nəfsinizə baxın deyir. Görmürsünüz. Və sonra nə inir? Dünyaya gəlir. La ilahe illallah. Bunu Quran indi deyirlər, bunu 20-ci əsrdə alimlər insan bədənini çəkirlər və s. Amma Allah da Quran-ı Kərimdə nə zaman deyib, nə zaman enib? Quran 1447 il əvvəl. 20-ci əsrdə dedilər insanın misal üçün bədən forması, necə dünyaya gəlir, aparatda inkişaf edildi, baxlama. Altı Quran-ı Kərimdə buyurur bu mərhələni. Demək, bu Allahın kəlamıdır. Yəni Quran-ı Kərim bunlardan neçə əsr əvvəl xəbər verir. O dövrdə bu cür elmi imkanlar, nə qədər dəqiq cihazlar yox idi.
Subhanallah, la ilahe illallah. Həmçinin misal üçün doğuş zamanı körpənin ağlamasının səbəbini də belə izah edilir dinimizdə. Necə? Doğuşdan sonra uşaq niyə ağlayır? İki şeydir səbəbi. Birincisi, Allahın hikmətinə görə hər bir insan doğularkən şeytan onu toxumaq istəyir. Qarin deyirlər, insana yaxın olan şeytan. Nədir? İnsana vəsvəsə verir. Körpə dünyaya gələn şeytan onu toxunur və bu toxunuşun təsirindən uşaq ağlayır. Peyğəmbərimiz buyurur bunu. Doğulan hər bir uşaq şeytanın toxunuşu səbəbilə ağlayırdı. Yəni deyir ki, ölənə qədər səninləyəm. Bu nədir? İnsana vəsvəsə verən qarin, şeytanın növü. İkinci, körpə ana bətnində alışdığı yeri tərk edir. O tanıdığı və rahat olduğu mühitdən çıxaraq ona yad olan yeni bir hala gəlir. İsti bir yerdən soyuq havaya çıxır və bu dəyişiklik onu narahat edir. Buna görə deyir, ağlayır deyir. Subhanallah. La ilahe illallah. Bütün bunlar insanı Allah'ın ucalığına düşünməyə çağırır. İnsan özündə olan bu hikmətləri dərk etdikcə Allah'ın qüdrətinə daha çox iman gətirər. La ilahe illallah. Bu möcüzəvi yaradış Allah'ın böyüklüyünə dəlildir və yalnız ona ibadət edilməsinin haqq olduğunu göstərir. Altıra buyurur. Sənurihim əyətinə fil əfəqi və fi ənfusihim həttə yətəbəyyənə ləhum ənəhu'l haqq. Əvələm yəkfi bi rabbikə ənəhu alə kulli şeyin şəhid. Fussilet suresi 53. ayet. Fetebârekallahu ahsanul hâlikîn. Altı ne buyuruyor? Yani ben o kainatta ona çok şeyler göstereceğim diye. Öz nefislerinde olan şeyleri göstereceğim diye. Onlara hak görsənsin. Meğer kifayət deyim ki, Rəbbi deyir, her şeye şahiddir. Ey insan, senin Rəbbin barədə aldadan nedir? Bu kainatta olan her şey onun ucalığına dəlalət edir. Eğer gözlerinle görsen heyrət edərsən, ey Rəbbim. Həmd olsun deyir Rəbbinə. La ilahe illallah. Yani insan adi bir məxluq yeryüzündə böyük bir möcüzədir. Amma çox vaxt öz dəyərindən və daxilində olan sirlərdən xəbərsiz qalır. Qəlbi imandan uzaqlaşdıqca yəqin nemətindən də məhrum olur. İnsan yaradışında möcüzələr vardır. Möcüzədir. Bədənin quruluşunda möcüzədir. Bu bədən sirlərində möcüzədir. Ruhuna, nəfsin yaradılışı möcüzədir. Ən böyük möcüzələrin biri də onun ağlıdır, düşünməsi və bu kainatda olan mənaları dərk etməsi. Allah sənə verir bu ağlı. Amma heyvanlarda yoxdur bu. Allah sənə danışmaq qabiliyyəti verdi. Qəlbində həqiqəti aparan ilham qoydu. Onun ki, insan zahiri də möcüzədir. Daxili də. İnsan bir an dayanıb özünü düşünsə, elə sirlər görər ki, onu heyrətə salar. Nəticədə Allahla münasibətini düzəldər, həyatını da düzəldər. La ilahe illallah. Eğer insan biraz düşünse görer ki onu yoktan var eden, mərhələ böyüdən, qoruyan, ruzu veren yalnız Allah'tır. Ne bir insan, ne bir daş, ne bir ağac, heç biri bunların sahibi değil. Necə ola bilər ki, insan bu həqiqəti bildiği halda gedir qəbirdən, daşdan, ağacdan veya dünyadan köçən salih insandan kömək istəyir. O salih insan da bir vaxt yox idi. Allah onu var etdi. O da aciz idi. Allah ona güc verdi. O da möhtacdır. Allah ona ruzu verir. O özünə fayda verə bilmir öləndən sonra. Necə insanlara fayda versin? La ilahe illallah. Biraz insan özünü düşünsə, hər şey Allahın əlindədir. Şəfa, ruzi, qəlbin rahatlığı, çətindən çıxış. La ilahe. Allahdan başqasına neynəyər? Heç zaman neynəyər? Şərik qoşmaz. Ona görə insan daim Allah Teala'dan istəməlidir ki, Allah Teala onu haqq üzərində sabit eyləsin. Haqq üzərində nədir? Sabit eyləsin. Subhanallah. Yaxşı, bütün bunları insan biləndən sonra necə Rəbbinə ibadət etməz? Baxın, nə deyir? Son. Sən mənə öyrətni, ey Rəbbim. Sən məni əbəs yerə yaratmamsan. Məqsəd var bu yaradılışda. Sən mənə öyrətdin, ey Allah. Məni yaratdığın məqsədi və mənə verdiyin əmanəti öyrətdin. Mənə başa saldın ki, məni boş yerə yaratmamısan. Bu məqsədin nə qədər böyük olduğunu mənə anlattın. Bu, nəfsimin islahı, qəlbimin hidayəti, qəlbimin genişlənməsi, həyatımın sabitliyi, həm dünya, həm də axirətdə qurtuluşumdur. Bu isə mənim bu həyatda var olmağımın səbəbidir. Sən mənə öyrətdin, ey Rəbbim.
Məni yaratdığın əsas məqsəd budur. Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun. Zariyat surəsi 56-cı ayə. Nə deyir? Bu ayə Allah bizi ən əsas həqiqəti göstərir. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Subhanallah. La ilahe illallah. Bu qısa çox böyük mənalar daşıyır. Bu ayə alimləri düşündürüb, möminlərin qəlbini titrədir. Gecələri ibadətlə keçirmələrinə səbəb olub. Gündüzləri isə orucla keçirmələrinə səbəb olub. Subhanallah. Çünki onlar nə üçün yaradıqlarını bilirlər və bu məqsədə qüsur etməkdə qorxurlar. Çünki hamımız bu dünyadan köçüb öləcək. Ahirət isə əbədidir. Ya əbədi cəhənnəm, ya da əbədi nədir? Cənnət. Mən yerimə müftilər də bugün suallarıma cavab verirlər. Halal olsun onlara. Bu ayə ilə salih insanlar həyatlarının hər anında əməl etdilər. Onu yalnız bəzi ibadətlərlə məhdudlaşmadılar. Əksinə, həyatların bütün hallarında Allah'a qulluq etmək, Allah'a ibadət eləmək, hər işində halal yemək, haramdan çəkinmək, doğru olmaq, əxlaqlı olmaq. Çünki Allah və mən xalaqtul cinnə vəl insə illə liyəbudun. Mən bütün cinləri və insanları deyib, mənə ibadət etmək üçün yaratmışam. Mən bu cavab verən blok edeyim, o cəzalansın. Deyirəm, mənə yerimə cavab verməyin, mənə yerimə cavab ver. Deməli, mənim dərsim sənə maraqlı deyil. Maraqlı deyilsə, gəlmə. Yəni, hər bir halımızda Allah'a qulluq etməliyik. İşimizdə, ticarətimizdə, ailəmizdə, evimizdə, sağlamlığımızda, xəstəliyimizdə, yuxuda, oyananda, hər an, hər vəziyyətdə Allah'a qulluq. Subhanallah. Biz Allah hər halımıza ibadət etməliyik. Səfərdə, səfərdə olmayanda, gizlidə, açıqda, hər bir vaxtı. Qulaqlarımızla, gözlərimizlə, hər bir şeylə. Qul inne salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. La şərikə ləh və bizəlikə umirtu və ana əvvəlül muslimin. Ən'am surəsi 162-163-cü ayə. De, namazım da, qurbanım da, ölümüm də, həyatım da ancaq aləmin Rəbbi Allah üçündür. Onun şəriki yoxdur. Və mənə belə əmr edildi və mən ilk müsəlmanlardanam. Əgər müsəlman bu ayənin mənasını həqiqətən dərk etsəydi, hər bir şeyində bunu hiss etsəydi, xəyanət etməz, pis əməl etməz, əmanətə xəyanət etməz, vəfalı olar. La ilahe illallah. Əgər bu ayənin mənasını qəlbimizdə yaşasaydıq, pis əməllərdən uzaqlaşardıq. Əgər müsəlman bu ayənin mənasını həqiqətən dərk etsəydi, pisliklərdən uzaq durar, yaxşılıqlara can atar, günahlarla mübarizə aparardı. Əgər müsəlman bu ayənin mənasını dərk etsəydi, harama əl uzatmazdı, dərhal geri çəkərdi. Hər an Allahın qüdrətli və hər şeyi bilən Allahın onu gördüyünü xatırlayardı. Əgər müsəlman bu ayənin mənasını dərk etsəydi, gördüyü hər bir işdə, etdiyi hər bir əməldə savabı yalnız Allahdan gözləyərdi. İxlaslı olardı. İbadəti Allah üçün edərdi. İnsanlara göstərmək üçün deyil. Subhanallah. La ilahe illallah. Ona görə əxlaqı düzələrdi, davranışları düzələrdi. Ona görə və mə xalaqtul cinnə vəl insə illə liyəbudun. Mən bütün cinləri və insanları mənə ibadət etmək üçün yaratmışam, deyir Allah Teala. Allah ibadət üçün yaradıb. Qəbrə daşa deyil, Allahdan başqasına istəmək üçün deyil. Subhanallah. La ilahe illallah. Ona görə mömin Rəbbindən razı qalır. Muhammed sallallahu aleyhi ve sellem'dən razı qalır. Ondan elçi olduğuna razı qalır. Haqqın arxasına gedər. Batildən uzaq düşər. La ilahe illallah. Ona görə mömin Allah'a ibadət edər və heç bir şey nədir? Heç vaxt ucalar ucası Allah'a nədir? Şərik qoşmaz. Ona görə mömin düşünsün ki, bu canı verən Allah'tan bir gün ondan nədir? Geri alacaq. La ilahe illallah. Bir gün geri alacaq. Alacaq əlimizdən bir gün. Yəni hamımızın vaxtı nədir? Vaxtı var, müddəti var. Gözəl bir söz var. Deyir ki, əlbəttə ki Allah yazır ölüm gününü. Sən özün ölüm gününü yazsaydın heç ölmək istəməzdin. 500 il yaşamaq istəyərdin. Gözəl bir söz var. Deyir ki, qeyb aləmdə kəfənlərimiz tikilir,
Biz hələ də gülürük. Nə deməkdir? Möminin iki kəfəni var. Bir ruhunun qoyulduğu kəfəni, bir də bədənin qoyulduğu kəfəni. Ruhun qoyulduğu kəfəni Allah dərgahında. Ya cənnətdən olan kəfən mömin üçün, ya da cəhənnəmdən olan kəfən kafir üçün, imansız üçün. Bu dünyada isə nədir? Bədənli kəfənə qoyurlar. Deyir ki, Allah dərgahında kəfənlərimiz deyir, tikilir, hazırdır. Biz də hələ də Allahdan nədir? Uzağıq. Allah sonumuzu gözəl eyləsin. Və xüsusən də bilirsiniz, həqiqətən də ölümlər cavanlaşıb. Nə qədər cavan insanlar dünyasını dəyişir. O bugün bizə də gələcək. Bugün, sabah. Hazır olmalıdır insan. İbadəti ilə, duası ilə namaz qılmalıdır. Allah şərik qoşmalı, uzaq olmalıdır. Bu dünya həyatı insanı aldadır. Çox-çox istəyir. Amma ölüm gələndə özü ilə heç nədir? Apara bilmir. Balan dünyasını dəyişib, onunla görüşəcəksən. Səbirli ol. Ölüm Allahın əlindədir. La ilahə illallah. Ölüm Allahın əlindədir. Hamımız dünyasını dəyişəcək. Əsas nədir? Allah dərgahında görüşmək. Cənnətdə görüşmək. Kafirlər görüşməyəcəklər cəhənnəmdə. Çünki hərəsi öz əzabının dərdini çəkəcək. Amma möminlər cənnətdə görüşəcəklər. Subhanallah. Allah səbir versin. Əlbəttə ki, Allah səbir versin. Amma səbirli olsan cənnətdə görüşəcəksən.